Camaat bilet var yox nə gedir Antalya'da istirahət eləyir. O yana gedir, bu yana gedir. Normal yerləri gəzir. Biz gəlib düşdüyümüz yer Hindistan eləmir. Var yox nə hər tərəfdən. Ya bir zibil çıxmalıdır, ya da bir nəsə ərəbdən zaten çıxır da yəni. Göt baş eləyəcəklər indi biz də burada talpa gəzirlər, qanundan uğraşlar biletlər. Üst komşumuz itdi. Həqiqətən üst qonşumuz itdi yəni. İtlə yaşayırıq bilet. Belə yaşayış olar ala. Ay gələndən bir dənə doğmalıdır, biz sigmədikləri qaldı bu ölkədə da. Ay özüm ölümdə. Yığıldıq da jubodğaza. Hindistan mərkəzinə bax, ağzı. Ona. Qabağa bax hələ, bəri gəl. Buna bax, bura bax. Hadi məsələ ağzımıza verərlər bizim burada var yox nə. Bunlara bax. Ağzınız kim topluluq deyil. Kalaşı çıxarıb da götürümüzə sokacaqlar bura. Ana mərkəzi inəklər keçəcək buradan, amma onları tapır burada. Aha, qabaq bazar. Ora. Qara bazar bax. Bildiğin Qarabazar. Hava nə işə satır? Nə işə zat qoy belə bir satırlar. Ağsaqqalava gelib mərmərdən yaxıb baxan vaxtdır. Var yox nə deyirəm, telefonu biz itirməsələr yaxşı. Aha, ana mərkəz. İnəklərə bax indi yoldan keçib sımat tapılır. Bu boyda Bursada gələ gəlib Yavuz Selimdə nə yazıb? İçəri gələn kimi bizi telefonumuzu fırlatdılar. Nə oğlanlıq qalıb o da itirəcək onu. Az qalıb. Birazdan itirəcək onu da. İndi deyəsiniz ki, bu mağarada nə iş görür? İndi sizə belə deyim də biz iki uşaq, iki dost, qardaş kimi. Buradan bizi kuzen biri, yəni xalq kimi tanıyır. Biz burada nətə yola çıxdıq. Bir gün başımız əsdi Türkiyədə. Öz ayağımızla, öz imkanlarımızdan hamısı heç bir ailədən maddi dəstək almadan çıxdıq gəldik öz ayağımızla işləməyə, yəni xəyallarımızla ona getməyə, yəni disəksiz sözümüzdən ya da bizim sözümüzdən özümüzə biz gələcək qurmaq. Mən iki istəyirəm amma məsələ budur ki, yəni hər şeyi özümüz eləməyə çalışırıq maksimum dərəcədə. Ailədən minimum dəstək almağa çalışırıq. Yəni güya bir şey olan kimi pul göndərin. Yani bir şey olan kimi promona zəng vuruq ki, pul göndərin. Pulumuz yoxdur, acından ölürük. Yani en bomba söhbət bilirsən nədir? Çəki görüm o tərəfə. Bizim yaşımıza soxub buna bax bir dənə. İçsiz kimi evi təmizləməyə bir vaxtımız olmur. Ondan da əlavətən qaqa heç nə yoxdur yəni. Düyünü fotosentez eləmiş. Yəni ki, düyü bakteriyalı evə ortaq olasın kiraya. Evin üstünde göstərebilmem de evimizin üstünde it yaşayır. Bizim qonşumuz itdi yuxarıda. Allah haqqı. Yəni Hindistan yəni boşuna demirik. Hindistanda yaşayırıq bildiğiniz yəni biz. Əslində budur. Saxla bunu belə saxla. İndi sizə belə deyim. Ev vurulaq da çəkin başına. Yəni gəl bəri gəl. Dərdim böyükdür. Gəl bəri. Acım böyükdür. Allah'ın olsun deyirəm. Yeməyə fürsətimiz olmayıb da yəni ki. Maşallah. Nəsə gəl bəri. Ay göstərmə. Çəkmə oraları, çəkmə, gəbər. Evin içində iki dənə tuvaletimiz var sənin. Ay, çəkmə, yuxarını göstər, ayıbdır. Yəni ki, uşaqlar, indi belə deyim sizə, bunları niyə çəkirik? Biz indi bir şey eləməyə çalışırıq, həqiqətən əlimizdən gəldiyi qədər çabalamağa çalışırıq, sıfır dərəcədə yəni ki. Çünki Azərbaycanda öz ölkəmiz idi, çox rahatsızlığa batmışdıq. Amma belə bir şey gördük ki, məsələn, rahatsızlıqda insan nə qədər olursa olsun bir qabağa gidib bir addım atmağa çalışmır. Nə qədər çox məsələn istəyəməyimiz o qabağımıza yeməyimiz gəlir, istəyimizə rahat gedir, ayın dərdi, bir kira dəzmə. Yəni bu şəhərdə belə olsa, indi vəsəl üçün deyirəm, mən çox insan qıraq şəhərlərdən Bakıya gəlib orada çalışmağa çalışır. Yəni öz ayağında durmağa çalışır, işləyib evinə pul göndərmək üçün. Amma yenə də burada öz ölkənizdə sayılırsınız. Qıraqda bir çətinlik görməyə çalışmırsınız, özünüzü böyütməyə çalışmırsınız. Amma biz də böyle bir şey görmürük. Yəni Türkiyə hamının gəlib gedə biləcəyi bir yerdir. Bir şey yəni vizası verilirsə sayılır, amma əlinizdən gəldiyi qədər konfor alınıb çölünə çıxmağa çalışırıq ki, bir şey eləməyə çalışırıq istəyirsiniz. Çünki hərəmiz bir şey bacarırıq. Mən barmen olaraq işləyirəm. Ali diş protez ustasıdır. Biz burada amma yenə başqa şeylər eləməyə çalışırıq, sizə göstərməyə çalışırıq ki, indi burada challenge deyirlər də. İndi burada ki, həyatda qalmaq deyə sonra çıxır, həyatda qalmağa çalışırıq. Yəni İnsan nə qədər olursa olsun, yəni öz ayağının üstə durmağı bacarmalıdır. Mən belə fikirləşirəm. Qaqalar, bunu izləyən olsa əgər, bunun danışdığı söhbətləri boş verin. Boş bir şeydir. Siz olun. Heç vaxt heç ailəsiz getməyin. Əsaslı dostlar ilə yığılışıb harasa getməyin işləməyə. Var yox nə lənət peşman olasınız. İnan Allah'a and olsun ki evde yemək yeməyə stolumuzda yoxdur heç. Ac acına fırlanırıq.
Hamı mövcud bizdən üz döndərmək istəyir. Siz olun, gəlməyin. Yani şimdi bunu niye dedik? Biz şimdi burada siz sözünüzle yani çalışırıq ki minimum dərəcədə bunların sizə biz başımıza gələnləri göstərməsək. Çünki burada indi demə sahib olmasının bizim yasal qalacaq sürəcimizin bir müddəti var. Birazdan sonra biz burada qaldırmaq sözümüzün vaxtı bitir yani vizemizin vaxtı bitir yani. İş izni çalışmamız almağa çalışacağıq. Oturum iznimizi çalışıb sonra iş iznimizi almağa çalışacağıq. Bunu hamı tələbə olaraq aldığınız için bir üniversiteye girim, üniversitede ben oturum izni versin ama yok biz yerə çalışmayacağıq. Şimdi daha çok farklı bir şeyler eləməyə də çalışacağıq ki, yəni ki, iş izni almaq daha önəmlidir burada məncə. Çünki bizim burada böyük kuzenimiz qalır, böyük xalalığımız qalır bizlə bərabər. Çünki o tələbədir burada, oturum izni var. Həm oxuyur amma heç bir yerdə işləyə bilmir. Hal-hazırda çünki tələbə olduğuna görə onu sığorta eləyə bilmirlər, heç bir yerdə ona düzgün iş vermirlər, düzgün özünə bir necə deyim, maddiyyat qurmağa, şərait qurmağa imkan yarada bilmir özü üçün. İndi biz oturaq yanmayan əli ilə sizə daha sonra daha rahat danışacağıq hər şeyi, başımıza gələnləri, nə dediklərimizi indi. Hə, bir daha salamlar. İndi dostlar biz sizə başımıza gələnləri danışaq. İlk öncə Bakıdan çıxdıq, İstanbula getdik. İstanbulda 2 dənə qız bizi fırlatdı. Nə anlamda fırlatdı? Qızlara pulumuzu da verdik ki, bizi avtobusla heç olmaya keçsinlər, heç olmaya metrodan keçsinlər. İnan Allaha and olsun 50 TL'lik yolu bizdən 200 TL aldılar. Normal bir pulumuz da yox idi üstümüzdə. Üstümüzdə nə qədər pul vardı? 2300 mü, 2400 mü? Yox, üstümüzə daha doğrusu mən sizə belə deyim necə şey, 3000 pulla gəldik bura. Dediyimiz kimi biz hər şeyi öz ayağımızla eləməyə çalışırıq. Öz pulumuzla mən işləyib qazandığım pulla çalışdığım yerdən yəni depozitimi aldım. Əliydə məbəd pul, ya kredit çəkdiyi hər yerdən borc falan ki biz öz ayağımızla özümüz getməyə çalışırıq. Ailədən minimum nəsə nə bilet pul nə bir şey, heç bir şey almayacağıq deyə. Nəsə çıxdıq yola ilə. İstanbul'a düşdük əlində dediyi kimi getdik qabağımıza 2 dənə qız çıxdı. Bunlar bizi otobüs terminalına kimi ötürmək üçün pul verdik ki 200 TL, 200 TL, 400 TL pul verdik ki yəni bizə otobüs terminalına keçsinlər. Çünki bizim İstanbul kartımız olmadığı üçün nə otobüsə minə bilirik, nə marşrutlara istifadə edə bilirik top daşımalı. Yəni sonra bunlar 50 TL imiş səndimə. Bizdən 100 TL plus 300 TL özlərinə qalır. Halal xoşları olsun, heç bir şey demirəm. Haram xoşları olsun. Halal eləmirəm. Gələn ki məsələn buradan bir udar yedik. Sağ olsun ama bir tane otobüs şoförü adam vardı. Bize ne otobüs kartı ne bir şey istedi. Hiç pul bile almadan bizi şeye kim otogara kim götürdü. Biz otogarda düştüğü biletlerimizi aldık İzmir'e gittik. İlk burada kopmağa başladı. İzmir'e düşen kimi bütün her şey ardarda gelmeye başladı. Böyük kuzenimiz oldu. Ali sen danış şimdi oranı. Hə, indi İzmirə gəldik, çatdıq. İzmirə çatandan sonra bir dənə o qaldı ki, üstümüzə işəməsinlər da yolun ortasında. Bir dənə o qalmışdı. Ət yeyən görür. Nə söz söymə? Qaqa, bunların toxumuna tüpürüm mən. Yəni, bunlarda toxum deyilən bir şey yoxdur. Açıq şəkildə deyirəm. Hə. Ondan sonra, ay qardaş, bunlar bizi inni, finni, cinni, minni elədilər. Hara gedirik, deyirik ki, telefon yoxdur. İnternet yoxdur. Zəng eləmək istəyirik, sizə yoxdur. video şəkil kimi çəkib hamısını göstərəcəkdi. Başımıza gələnləri göstərmək üçün. Çünki şəkil kimi hazırlamışdıq. Amma yəni, onlar silindi, getdi. İndi hamının başına gələnlər olsun. Amma belə danışırıq. Yəni bunlar da boş-boşuna yazıb şey bilin deyə. Məsələn, sonradan bir şey eləmək istəyənlər öz başına çünki çox uşaq var bizim kimi mütləq bilirəm. Ölkədən xaricdə öz başına bir şey eləmək istəyən, bir şey bacarmaq istəyən, ailəsinə, qırağın özünü, yəni bir şey bacardığını sübut elədiyini göstərmək istəyən ki, bu əlbəttə doğru bir düşüncədir. Arxanızdayıq. Yəni nə biz Qaqa, mən də öyle. nə ki Mən biz də kimi öyle. arxaza amma yəni ki, yəni eləyin, durmayın. Bir şey eləmək istə eləyin, qaçmayın. Kim nə desə o sizə alınmaz bu deyir amma boş ver, elə getsin. Yəni çünki 2 günlük dünyadır. Kim nə bilə bilməz. Yəni, ən yaxşısı istədiyini eləməkdir. Amma bilin bunları çünki bunlar başınıza gələcəkdir. Çünki heç kim burada o deyilən kimi şey deyir amma qardaş, yəni elə bir söhbət yoxdur. Yəni Murat boş ver. Yəni ki, özümüzə başqa bizə qardaş deyir. Özümüzünkülər də sağ olsun və yaxın durur, məsafə kimi olsa da. Amma yenə də kömək edirlər yenə. Buradakılardan yaxşıdır. Su istəsən su vermirlər adama. Qaqa, Allaha and olsun, getdik məsciddən bizi qovdular. Məni qopdu. Dedilər ki, məsciddə sizin işiniz yoxdur. Mənim dövmələrim piercinglərim var. Barmen olaraq işlədiyimə görə piercinglə dövmələrim var. Adam dedi ki, çıx söylə gəlmə bura. Bildin yəni qovulduq. Məsciddən də qovdular da bizi. Biz o qədər bədbəxt elə insanlar ki, da demiyorlar. Bir də kargo ilə margo ilə qurban olum bizə siqet göndərim. Düşmən siqet. Hə. Siqet varsa siqet göndərin. Əgər baxan olsa, izləyən olsa, ürəklərimsiniz. Like qoyun, abunə olun. Abunə olmayan baxıb
Like qoyub abunə olmayanlara mən buradan abunə olacağam özüm. Öpürəm sizləri. Gecəniz xeyrə qalsın.